30 ilin iskilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük 2-ci Qarabağ müharibəsindəki zəfərimizdən 5 il ötür. Bu zəfərlə Azərbaycan dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. Rəşadətli Azərbaycan ordusu sentyabrın 27-sindən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün geniş miqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı yenilməzlik mifologiyasını darmadağın etdi. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntülərdə döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da ağ bayraq qaldırıb biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki qəbul etdi və noyabrın 10-da Ermənistan ağ bayraq qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Azərbaycan ordusu bir güllə atmadan, iti vermədən Kəlbəcər, Ağdam və Laçın rayonlarını işğalçılardan təmizləməklə, həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirdi. Dəmir yumruq əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. 2023-cü il sentyabrın 19-da başlanan cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı ilə Qarabağ bölgəsində yerləşən erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Bununla da Ermənistana layiq olduğu yer göstərildi. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə zəfər günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında sərəncam imzaladı. Zəfər günü artıq 4 ildir ki, noyabrın 8-də təntənəli şəkildə qeyd edilib. Bu il şanlı zəfərimizin 5-ci ilində, zəfər günündə daha da möhtəşəm hərbi paradın keçirilməsinin şahidi olacağıq. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əskər və zabitlərimizdir. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.